ABŞ-də Fransız kosmetika nəhəngi La Roche-Posay brendi ilə satılan Dua Acne Spot Treatment adlı məhsulunu tərkibindəki benzoyol peroksid səbəbilə geri çağırmaq qərarına gəlib. Sözügedən krem ölkəmizdə də satılmaqdadır. Görəsən bizdə də bu məhsul satışdan yığışdırılacaqmı? Məsələ ilə bağlı 124 aza danışan Azad İstehsalçılar Birliyinin sədri Eyüp Hüseynov deyib ki, Azərbaycan bu kimi məsələlərdə bütün dünya ölkələrinin arxasınca sürünür. O qeyd edib ki, bu məsələni gərək Səhiyyə Nazirliyi araşdırsın. 30 ilə yaxındır ki, bu işlə məşğul olan bir dəfə görməmişəm ki, Azərbaycanda bu kimi məsələlər iş qalxa, standartlara uyğun olmayan avtomobillərdən tutulmuş, qidalardan tutulmuş və dünya ölkələrində də bundan bir nəticə olar. Yalnız xarici ölkələrdə nəsə olur, biz onun arxasından sürünürük. Səhiyyə Nazirliyi gərək bu işi araşdırsın əslində və ümumiyyətlə xarab mal müəyyən partiya mala aid olur. Hansı partiyada baş veribsə və yaxud bütün marka belədirsə, Azərbaycanda ümumiyyətlə geri çağırılma mexanizmi yoxdur. Çox təəssüflər olsun, heç bir şeyin geri çağırılma mexanizmi demək olar ki, Azərbaycanda işləmir, yoxdur. Eyüp Hüseynovun sözlərinə görə, yəqin ki, bu məhsul ölkəmizdə istifadə ediləcək. Bütün bu kimi şeylər, o cümlədən kosmetik avadanlıqlar və s. apteklərdə çoxlu sayda növbəyə duran istehlakçılara gətirir çıxarır və üstəlik Nazirlər Kabineti 114 sayılı qərarında kosmetik mallar dəyişdirilməyən, qaytarılmayan mallar siyahısındadır. Hətta bir vətəndaş əgər bundan alıbsa da heç onu dəyişdirəməz, qaytaranməz. Bunlar hamısı anormaldır. Ölkədə istehlakçı siyasəti bərbad gündə olduğu üçün güman etmirəm ki, nəsə geri çağırırlar, qaytarırlar və s.